Salam əzizləyicilər, hər birinizi yeni videomuzda xoş gəldik. Bugünkü mövzumuz imtahanlarda ən çox edilən səhvlər və onlara düzgün yanaşmalar mövzusudur. İmtahanda bəzən zamanı idarə etmədə çətinlik çəkirik. Bugün o mövzuya toxunacağam. İki variant arasında qaldığımız zamanlarda nə etməliyik, o mövzuya toxunacağam. Bir də ki, bu bir çox şəxslərin əziyyət çəkdiyi bir məsələdir. İmtahanın sonuna doğru variantları dəyişmək və dəyişilən variantın da adətən səhv olması. Gəlin bu problemlərə birlikdə həll yolu tapaq. Elə isə başlayaq. İmtahanda zamanı idarə etmək bu çox vacib və real bir problemdir və MİQ kimi imtahanlarda nəticəyə birbaşa təsir edən amildir. İmtahanda zamanın düzgün bölünməsi yalnız sürətli işləməkdən keçmir, təzyiq altında idarə etmə bacarığıdır. Təzyiq deyəndə, yəni imtahanın stresi, gərginlik və bu stres altında zamanı düzgün idarə etmə bacarığından gedir söhbət. İndi gəlin, mən bu videomu MİQ imtahanına uyğunlaşdırmışam. Siz isə öz imtahan müddətinizə və sual sayınıza uyğun zamanı bölə bilərsiniz. Mən MİQ imtahanına uyğun bölmüşəm. 150 dəqiqəlik 60 suallıq bir imtahanı necə idarə edə biləcəyimizi addım-addım izah eləyəcəm. İmtahanın müddəti 150 dəqiqədir, sualların sayı 60-dır. Təxmini ortalama 150-ni 60-a bölsək, hər suala 2,5 dəqiqə vaxt düşür. Amma biz bunu bu şəkildə bölməyəcəyik. Çox adam bunu bu şəkildə düşünür və yanlışlığa yol verir. İdeal vaxt bölgüsü planı. Biz zamanı, yəni 150 dəqiqəni 3 yerə böləcəyik. Birinci mərhələmiz deməli 0-100 dəqiqə arasıdır. İkinci mərhələ 100 dəqiqə ilə 130 dəqiqə arası. Üçüncü mərhələmiz isə 130-120 dəqiqə, yəni son mərhələdir bu. İndi isə bir-bir baxaq birinci mərhələyə. İlkin cavab mərhələsidir bu. 0 dəqiqə ilə 100 dəqiqəni əhatə eləyir. Hər sualı bir dəfə oxuyub cavablandırmağa çalışırıq burada. Metodumuz nədir? Sadə və orta səviyyəli sualların 1-2 dəqiqə vaxt ayıraraq cavablandırırıq və tez keçirik. Əmin olduqlarımız sadə və orta səviyyəli sualları 1-2 dəqiqə vaxt ayırmaqla cavablandırıb keçirik. Çətin suallarda maksimum 3 dəqiqə vaxt ayırırıq və cavablandırmağa çalışırıq. Çox çətin və ikili qaldığımız sualları isə, yəni cavab verə bilmədiyimiz sualları isə işarələyirik və keçirik. Yəni variant qoymuruq. Sadəcə dairələyirik və keçirik. Bilirsiniz, MİQ və sertifikasiya imtahanında imtahan kompüterlə olur və bizim yanımızda A4 kağızı verilir, qələm verilir. Biz həmin o A4 kağızın üzərinə 1-dən 60-a qədər imtahan başlamamışdan eləyə bilərsiniz. 1-dən 60-a qədər rəqəmləri düzürük. Dəqiq əmin olub yazdıqlarımız ki var, onların qabağına plus qoyuruq. Əmin olmadıqlarımız rəqəmləri isə, yəni sualın var rəqəmini isə, məsələn 20-ci sualdırsa 20-ni dairələyirik. Bu mərhələdə təxminən, yəni 0-100 dəqiqə arasında təxminən 50-55 sualı cavablandırmalıyıq. Yəni təxminən 60 sualdan bizim bilmədiyimiz, çox çətinlik çəkdiyimiz, iki variant arasında qaldığımız, yəqin ki 10 sual olar da, belə düşünsək, 50 suala ilk 0-100 dəqiqə arasında doğru cavab veririk. Bunlar bizim əmin olduqlarımızdır. Qalır 10 sual burada, sonda məsələn 10-15 sual qalır. İkinci mərhələ nədir? Geri dönüş və düzəliş mərhələsidir. Buna da 30 dəqiqə vaxt ayırırıq. Yəni 100 dəqiqə ilə 130 dəqiqə arası bizim geri dönüş və düzəliş vaxtımızdır. Məqsədimiz nədir? İşarələdiyimiz və əmin olmadığımız suallara baxırıq. Metodumuz nədir? Yalnız bu suallara fokuslanırıq. Yəni ki, biz geri dönəndə bayaq 20-ci sualı ki bilməmişdik və onu dairələmişdik ki, sonra baxarıq. Yalnız həmin 20-ci suala baxırıq. Əmin olduğumuz və cavablandırdığımız sualları qətiyyən oxumuruq və qətiyyən cavablandırmırıq. Sadəcə dairələdiyimiz, cavablandırmadığımız, boş qoyduğumuz suallara baxırıq və həmin suallar üzərində 30 dəqiqə vaxt ayırırıq. Və bu zaman biz nə edirik? Tutaq ki, siz 50 suala doğru cavab vermişsiniz, 10 sualınız qalıb əlinizdə, 30 dəqiqə vaxtınız var. Bu zaman 30-u 10-a böləcəksiniz, hər suala 3 dəqiqə vaxt ayıracaqsınız və hər sualın üzərində düşünəcəksiniz. Əgər cavabı tapdınızsa qeyd edəcəksiniz, tapmadınızsa yenə də boş qoyacaqsınız. Yenə də vərəqin kənarına boş şəkildə dairələyəcəksiniz. Və yaxud da ki, sizin 10 yox, ola bilər ki,
5 dənə bilmədiyiniz sual var idi. O zaman 30-u 5-ə böləcəksiniz. Hər suala 6 dəqiqə vaxt ayıracaqsınız. Yaza bildiklərinizi yazacaqsınız. Yazmadıqlarınızı yenə də dairələyib boş saxlayacaqsınız. Heç bir variant qeyd etməyəcəksiniz. Gəldik sonuncu, üçüncü mərhələyə ki, bu mərhələ yoxlama və cavab kartına köçürmə mərhələsidir. MİQ və sertifikasiya imtahanlarında, kompüterlə olan imtahanlarda karta köçürtmə yoxdur. Amma ki, abituriyent imtahanlarda, blok imtahanlarında deməli cavab kartına köçürtmə var. Bu video hər kəs üçün olduğu üçün onlara da uyğun deyəcəm. Son 15-20 dəqiqəmizi mütləq buna ayırırıq. Bu son 3-cü mərhələmiz nə mərhələsidir? Son 15-20 dəqiqəlikdir. Bütün cavabları bir daha vizual olaraq yoxluyursan. Yəni ki, cavabları bir-bir oxuyum, onlara düzgün cavab tapmağa çalışım, yox. Sadəcə baxırsan, ola bilər ki, bəzən müəllimələr belə bir problemlə gəlirlər ki, mən axı bura A variantı yazmışdım, amma qaydanda gördüm ki, ora heç nə yazmamışam. Bəzən olur ki, müəllimələr səhvən kompüteri düzgün idarə eləyə bilmirlər, A variantı qoymaq əvəzinə növbəti suala keçid eləyirlər və həmin sual boş qalmış olur. Vizual olaraq sadəcə baxırsınız, yenə də son 30 dəqiqədə yaza bilmədiyiniz ki, sual var idi. Məsələn, 6 suala ki, siz cavab 10-undan 6-sına tapdınız, yenə 4-ü qalmışdı. Həmin 4-ünə də bu son 20 dəqiqədə yenə də nəzər yetirirsiniz. Ümumiyyətlə, necə bir plan qururuq? 150 dəqiqəlik bir imtahan üçün 0-100 dəqiqə bütün sualları cavablayırıq, hər sualı oxuyuruq, bildiklərimizi işarələyirik, bilmədiklərimizi boş saxlayıb dairələyirik. 100-130 dəqiqə vaxt ərzində yalnız işarələnmişləri və boş qoyulmuşları təhlil edirik. Doğru yazdığımız, əmin olduqlarımıza qətiyyən baxmırıq. 130-150 dəqiqə isə yekun yoxlama və karta köçürtmə hissəsidir ki, bu hissədə də yekun olaraq yoxluyuruq. Bildiklərimizi cavablayırıq, bilmədiklərimizi yazmırıq. Bilirik ki, səhvlər düzə aparır, ona görə də əmin olmadığımız və qətiyyən bilmədiyimiz suallara cavab qoymağa çalışmayın, sadəcə üzərindən keçin. Son olaraq yenə də bunu deyə bilərəm ki, ən çox edilən səhvlər, zamanın idarə edilməsində ən çox edilən səhvlər budur ki, hər sualın üzərində çox dayanmaq. Bunun əvəzinə nə edirsiniz? Maksimum 3 dəqiqə dayanırsınız. Bildinizsə yazırsınız, bilməsəz keçirsiniz. Çətin sualın üzərində inad etmək və dirəşmək. Bu da qətiyyən olmamalıdır. Çətin sualı oxudun, əgər tapa bilmədinsə işarələyirsən, sonda ona qayıdacaqsan. Sonda cavab kartına köçürtmək üçün vaxt saxlamamaq. Bu da ən böyük problemdir. Abituriyentlər son dəqiqələrini mütləq ayırmalıdırlar cavab kartına köçürmək üçün. Ümumilikdə xülasə eləsək, imtahanda uğur sadəcə biliklə deyil, əzizləyicilər. Zamanı ağıllı idarə etməkdən gəlir. Yəni, zamanı idarə edə bilməyən şəxs nə qədər bilikli olursa olsun, zamanı düzgün bölməsə, suallara düzgün vaxt ayırmasa, o qədər yanlışlara düşəcək. Və bu dediklərimizi öz imtahan dəqiqənizə və suallarınıza uyğun şəkildə qursanız, əminəm ki, siz imtahanda yaxşı nəticə yığacaqsınız. Növbəti mərhələlər də, yəni növbəti izah eləyəcəyim problemlər də məhz zamanın idarə edilməsindən başlayır. Bu problem hansıdır? Sonradan cavabları dəyişmə səhvidir bu. Bu səhvədə çox müəllim, çox imtahan verən şəxslər çox düşür buna. Sonradan cavabları dəyişməyə çalışırlar. Mən dedim bayaq, zamanı düzgün bölməyən insanların ən böyük səhvi burada olur ki, sonradan cavabı dəyişir. Mən sizə demişdim, 0-100 dəqiqə arası biz bütün suallara baxırıq, cavablandırdığımızı cavablandırırıq, bilmədiklərimizi dairələyirdik. 100-130 dəqiqə arasında həmin bilmədiklərimizə qayıdırdıq və bir daha oxuyurduq. İndi sonradan cavabları dəyişən şəxslər nə edir bəs? Burada yanlışlığa düşürlər. Həmin o 30 dəqiqədə qayıdırlar, bildikləri suallara da baxırlar. Yəni, bayaq tutaq ki, birinci suala bilmişdi və əmin olaraq A variantı yazmışdı. Üzərində 3 dəqiqə düşünmüşdü, analiz eləmişdi və A variantı yazmışdı. İndi isə bu 30 dəqiqədə bilmədiklərinə yox, qayıdır bildiklərini bir daha oxuyur. Yəni ki, sualı bir daha oxuyur və ona təkrarən cavab tapmağa çalışır. Və bu zaman bayaq əminliklə yazdığı A variantı ona çox məntiqsiz gəlir və hətta düşünür ki, mən necə olub ki, burada A yazmışam, ayda cavab B-ymiş ki. Və B variantı ona uzaqdan gəl-gəl deyir, şeytan onu doldurur və nə olur? A variantının əvəzinə götürür, B variantı qeyd edir. Və burada çox böyük yanlışlığa düşür. Adətən sonradan dəyişilən cavablar səhv cavablar olur. Və biz sonra çox peşmançılıq çəkirik ki, peşman oluruq ki, nəyə görə mən axı cavabı dəyişdim və bu cürə balımın azalmasına səbəb oldum. Əziz izləyicilər, bunun səbəbi odur ki, siz əvvəlcə imtahan başlayanda açıq beyinlə
bir sualın üzərində 3 dəqiqə düşünmüşdünüz. Ona çox gözəl şəkildə analiz eləmişdiniz və cavab tapmışdınız. A variantı qeyd eləmişdiniz. İmtahanın sonuna doğru tələsə-tələsdə siz nə etdiniz? Həmin sualı bir daha oxudunuz və görüm A-nı düz yazmışam ya yox və sürətli şəkildə oxumusunuz. Artıq imtahanın sonudur. Beyniniz istər-istəməz yorulub. Beyninizin üzərinə duyğularınız da əlavə olunub. İmtahanın stresi, həyəcanı da əlavə olunub. Bir də ki, özünüzə inanmamaq, yəni ki, özgüvənsizlik ki, ayda bəlkə səhv eləmiş olaram, bir də oxuyum deyərəkdən özgüvənsiz şəkildə həmin sualı oxuyursunuz və B variantı sizə daha məntiqli gəlir. Ona görə də siz həmin cavabı A-dan keçirdirsiniz B-yə və cavabı dəyişirsiniz. Sonda nə olur? Cavab səhv olur. Çünki ilk əvvəl siz o həmin sualın üzərində açıq beyinlə məntiq şəkildə düşünmüşdünüz. Müəyyən qədər vaxt ayırmışdınız, amma imtahanın sonuna doğru sadəcə 5-10 saniyə vaxt ayırmaqla siz həmin cavabın doğru olub olmadığını bilə bilməzsiniz. Ona görə də mən sizə məsləhət görürəm ki, zamanı düzgün bölən insan cavabları da heç vaxt dəyişməyəcək. Çünki son 100-130 dəqiqə arasında cavablara qayıdarkən, suallara qayıdarkən yazıb əmin olduqlarınıza qətiyyən baxmırsınız. Ümumiyyətlə o sualları oxuyub təhlil eləməyə çalışmırsınız. Sadəcə boş qoyduğunuz, əmin olmadığınız, iki variant arasında qaldığınız sualları üzərində 3-4-5 dəqiqə vaxt ayıraraq dərindən düşünürsünüz və onlara cavab tapmağa çalışırsınız. Bu bir çoxlarının rastlaşdığı problemdir. Həmçinin mənim özüm də imtahanlarda bununla çox qarşılaşmışam. Əvvəllər hətta bəzi imtahanlarda 6-7 sualı dəyişərək səhvə uğramışam və çox peşmançılıq çəkmişəm və bunun üzərində düşündükdən sonra bu dediklərimin hər birini özüm öz imtahanlarımda tətbiq eləmişəm və uğurlu nəticəsini görmüşəm. Artıq mən cavabları dəyişmirəm, çünki zamanı düzgün idarə edə bilirəm. Növbəti problemimiz isə variantlar arasında qalmaqdır. Variantlar arasında qalan zaman nə etməli? Ən çox son zamanların testləri belədir. ABC şəklində deyil. A variantında 1-5, B variantında 1-2-5, C variantında 1-3 bu şəkildə olduğu üçün imtahan zamanı abituriyent və yaxud da ki, müəllim imtahan verən zaman sualı oxuyur. Birinci cavabın doğru olduğunu görür, seçir. 5-i də doğru olduğunu görür, seçir və baxır ki, A variantında 1 ilə 5 var, amma B variantında da 1-2-5 var və bu 2 onun beynini artıq, necə deyərlər, narahat eləməyə başlayır və düşünür ikinci sualın üzərində. Ha oxuyur, ha fırladır, çevirir, amma heç cürə əmin ola bilmir ki, ikinci sual doğrudur, yoxsa yanlışdır. Yəni 1 ilə 5-i seçim, yoxsa 1-2-5-i seçim. Bu zaman nə etməliyik, əziz izləyicilər? Tutaq ki, siz ədəbiyyatdan bir nümunə gətirim. Səsli qız poemasından oxumusunuz. Ən azından imtahana qədər 3 dəfə oxumusunuz və imtahana gedirsiniz. Qarşınıza sual çıxır. Sualı oxuyursunuz. Birinci variant, birə baxırsınız. Görürsünüz ki, ayda, bu həmin cavabdır. Mən bunu səsli qız poemasında görmüşəm. Tez seçirsiniz. 2-ni 3-ü oxuyursunuz, 4-ü 5-i. 5-i oxuyanda görürsünüz ki, əslində 2-ni oxuyanda görürsünüz ki, yox. 2 məncə səsli qız poemasında yox idi. 3-ü oxuyursunuz, görürsünüz ki, yox. 3 də səsli qız poemasında yox idi. 4 də yox idi. 5-i seçirsiniz, deyirsiniz ki, bu 5 səsli qız poemasında var idi. Və nə oldu? Siz 1 ilə 5-i seçdiniz. Amma variantlara baxanda 1-5 və 1-2-5-in də olduğunu görürsünüz. Halbuki bayaq siz 2-yə, yox, bu səsli qız poemasında yox idi demişdiniz. Amma varianta baxanda artıq istər-istəməz 2 variant arasında qalırsınız. Bəlkə mən yanılıram. Yenə də burada özgüvənsizlik. Bəlkə mən yanılıram, bəlkə mən 2 haqqında səhv düşünmüşəm, əslində 2-də səsli qız poemasında var imiş deyərəkdən 1-2-5 variantının üzərinə gəlirsiniz və bu variantı seçirsiniz. Və sonda nə olur? Cavab 1-5 çıxır. Yəni əksərən belə olur. Əziz izləyicilər, onu düşünün ki, siz səsli qız poemasını ən az imtahana qədər 3 dəfə oxumusunuzsa, 1 ilə 5-i əminliklə seçmisinizsə, ola bilməz ki, 2-ni bu qədər ehtimalla seçəsiniz. Yəni ki, əgər səsli qız poemasında 2 variantına uyğun hər hansısa bir fikir olsaydı, siz onu seçmiş olardınız. Yəni beyninizi yormayın. Bəlkə də var deyə ehtimallarla getməyin. Tutaq ki, ola da bilər, bəzən ola da bilər. O zaman nə edirsiniz? İkinci variant haqqında ətraflı şəkildə düşünürsünüz. Neçə faiz olma ehtimalı var? Əgər
ürəyinizdə düşünürsünüzsə ki, 60-70% 2 cavabı doğrudur və mən səhv eləmirəmsə, orada onu görmüşdüm deyirsinizsə, o zaman seçə bilərsiniz. Yox, sadəcə 5-10% beyninizdə, ola bilsin ki, olar, bəlkə mən yanılıram, bəlkə mən bilmirəm, mən unutmuşam deyə hisslərinizə qapılıb duyğu ilə seçirsinizsə, əmin olun ki, o cavabda 2 variantı yanlış olacaq. Bu mənim öz taktikamdır və mən bu taktikanı yoxlamışam və bunun da nəticələrini görmüşəm. Siz də 2 variant arasında qalan zaman mütləq bunu düşünün və hisslərinizlə, duyğularla yox, məhz məntiqlə hərəkət edin. Evdə bu problemlərlə qarşılaşmamaq üçün, imtahan zamanı qarşılaşmamaq üçün evdə məşq eləyin və suallar üzərində işləyin. Sualları duyğu ilə yox, ağıl və məntiqlə işləyin. Belə əzizləyicilər, bu videonun da sonuna gəldik. Əgər kanalıma abunə deyilsə, abunə olmağı, videonu bəyəndinizsə, bəyənməyi unutmayın. Hər hansısa bir fikir və təklifləriniz varsa, onu da videonun rəy bölməsində yaza bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.